Şəhid Nağıyev Nicat İbrahimoğlu 2001-ci il iyul ayının 9-da Səlyan rayonunun Qızlağat kəndində anadan olmuşdur. Azərbaycan ordusunun əskəri olan Nicat Nağıyev 2020-ci il sentyabr ayının 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərə qatılıb və 2020-ci il sentyabr ayının 30-da qəhrəmancasına şəhid olub. Şəhid Nağıyev Nicat Səlyan rayon Əlövsət Quliyev adına Qızlağac tam orta məktəbində təhsil almışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən vətən uğrunda Kəlbəcərin azad olunmasına görə və şücaətə görə medalı ilə tərtib edilmişdir. Səlyan rayonu Qızlağac kəndi şəhid Nicatın atası. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Onların qarşısında baş əyir. Bugün mənim oğlum Nicatın mövlud gündür, 25 yaşa tamam olur. Biraz danışmaq çətindir. Vallahi ürəyimi doludur sözlə, nə deyə bilərim. Yenə deyirəm, Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Şəhid valideynlərinə çoxlu səbir versin. Allah bir də bu pis günü bizə göstərməsin. Allah əskərlərimizi, zabitlərimizi qorusun. Allah təala sizin də canınızı sağ eləsin ki, sizi işıqlandırırsınız. Allah sizi var eləsin. Çox sağ olun, var olun. Allah köməyiniz olsun. Bugün Nicatın dəyişməyə mövlududur. Allah məqamını ucalmasın, yerin cənnət eləsin. Şəhidlərim. Son görüşü məzuniyyətə gəlmişdi. Fevral ayında axırıncı 2 dəfə məzuniyyətə gəldi. Onda mənə yazı vermişdi. Bilmirdim nə var. Şəhidi gələndən sonra açdım. Şəhid olduğunu yazmışdı. Yanvar ayında məzuniyyətə buraxdılar. Yanvar ayının fevral ayı ərzində 2 dəfə, 40 gün ərzində 2 dəfə məzuniyyətə gəldi. Elə axırıncı məzuniyyətində özüm apardım. Daş kəsən dedi. Daş yerində qulluq edirdi, amma Kəlbəcər istiqamətində həmən yerlərdi. Apardım, onu da qoydum. Onu da həmən vaxt anasına bir məktub vermişdi. Məktubu da demiş ki, açma inanlar, mən özüm gələndən sonra açacağım. Biz açmadım. Yağın ki, nəsə bir gizlin bir şey var, istədiyi yadı var, apar saxla inan. O ünvanını saxladıq. Sonra belə bir şey çıxdı ortaya, müharibə başladı. Vətən müharibəsi. Uşağın şəhid xəbəri gəldi, biz çox axtardıq, tapa bilmirdik. Ayın 7-sində, dekabrın 7-sində şəhid xəbəri gəldi. Dəfn elədik. Qızlağac kənd qəbirstanlığında. Kitlümə keçmiş tüsündən birdən yadımıza düşdü, onun verdiyi Hürlü yoxun arasında bir kağız yazmışdı. Elə dedik ki, beləncidə gedək, baxaq görək nədir. Gəldik, açdıq, oxuduq, gördük ki, o kağıza ki yazılmışdı, özünə ait şəhidlik şeiri yazmışdı. Amma biz başa düşmədik. Bir də söyləyir ki, inşallah qismət olsa gələcəm, gələndə açacam o stüdyamızı. Sağlar hamısı bilirdilər, şəhid olmalı. Biz bilmirdik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Allah bizləri onlarla
görüşmək nəsib eləsin. Yenə deyirəm. Allah sizin də köməyiniz olsun. Siz işıqlandırırsınız. Var olun. Sizə xoş gəldin deyirəm. Ülgün müəllim, çox sağ olun. Öncədən təşəkkür edirəm. Bugün Nicat balamızın 25 yaşı tamam olur. Yaşının en gözəl çağları. Nəhvə bacım deyir ki, Nicata deyir, demişdim ki, sən 25 yaşında evləndirəcəm. Mən sözümdə qaldım, amma Nicat qalmadı. Dəyişməyən Mövludun mübarək, şəhidim. Allah İbrahim qardaşıma, Məhlukə bacıma özüm səbir versin. Çətindir, ağırdır. Analarım hər sözü dedi. Bizi bir-birimizə bacı qardaş eləyən bağlarımızın ruhu qarşısında baş əyirik. Onlar bizə haqların halal eləsinlər, qanların halal eləsinlər. Biz bağlarımızın sayəsində bu torpağın üstündə yaşayırıq. Sözümüz o qədər çoxdur, amma deyə biləcək qədər gücümüz yox. Allah səbir versin hamımıza. Bizi bu imkanı Allah, o mənada səbir istəyirəm ki, Allahdan biz bağlarımızı yaşada bilək. Ruhu şad olsun şəhidlərim. Mən şəhid Kamran Quliyevin anasıyam. Bu günləri Nicat balamızın işığına toplaşmışıq. Mövlududur. İlk öncə deyirəm şəhidim. Cənnətdə dəyişməyən ad günü mübarək olsun. Allah bütün şəhidlərimin məkanını cənnət, ruhlarını şad eləsin. Biz də İbrahim qardaşa, Məhlukə bacıya səbir diliyirik. Onun qardaşlarına səbir diliyirik. Allah səbir dözüm versin. Yükümüz ağırdır, çətindir, həm də şərəflidir. Çətindir, həsrət çox acıdır. Şərəflidir ki, çox müqəddəs bir adı daşıyırıq. Qəhrəman oğulların valideynləri. Düzdür, övlad acısı bizi nə qədər əysə də, sıxsa da, qürurla başımızı tutmağı bacarırıq ki, bu torpaqların bütöv Azərbaycan olmağında bizim balalarımızın qanı var, canı var. Biz ürəklə deyə bilərik ki, bu Azərbaycan eləyən bizim balalarımızdır. Prezidentimizin də o yumruğu ətrafında bizim şəhidlərimiz, qazilərimiz birləşərək bu torpaqları bizə qaytardılar. Alnımızı açıq elədilər. Nətərdir, başımızı dik elədilər. Bütün respublikalar içində Azərbaycanı tanıtdırırlar ki, biz canımızdan verərik, amma torpağımızdan pay olmaz. O müqəddəs balaların qarşısında mən də bir ana olaraq baş əyirəm. Çünki onlar bizdən ötürü can verdilər, həqiqətən müqəddəsdirlər. Allah bütün şəhidlərimin ruhunu şad eləsin, İmam Hüseyndən ayırmasın, Əhl-i Beytlə məşhur eləsin. İnşallah Allah biz valideynlərin də İctimai Birliyin rəhbəri olaraq özümüzə borc bildik ki, gedib şəhid bulaqlarının, Salyan şəhid bulaqlarının iməcliyini keçirdək və bir böyük qruplardan belə deyək, insanlar özü könüllü olaraq bizə qoşuldular. Hamısına təşəkkür edirəm və buradan biz o biri şəhidin evinə gedəcəyik çəkilişə. Nura xanım da bizdən idi. Təklifimiz olduq ki, bu şəhidin üstündə dayanıb ziyarət edək. Hətta ananın belə xəbəri yox idi. Bizim bu Nicatın üstündə biz dayandıq, çəkiliş apardıq. Baxmayaraq ki, Nicatdır, Sübhandır, Kamrandır. Bu bizim, necə deyək, vətəndaşlıq borcumuzdur. Və anam gəldi evinə, bir stəkan çayını içdi və təsadüfi olaraq ananın ad günü oldu. Və biz onu çəkiliş olaraq televiziyamızda, öz proqramımızda yayım elədik. Bu gün də mən həmən günü söz verdim ki, Mövluda mən nə olursa olsun gələcəm. Komanda iş günü olduğuna görə gəlmədi deyə mən onun adından ailəyə başsağlığı verirəm. Mən ümumiyyətlə sizin bizim saymıram, çünki şəhidlər hər birimizindir. Bu gün Nicatımızın Mövlud günüdür. Bu qapılara, şadlıqlara gələk. İnşallah. Mən bayaqları danışırdılar ki, analardır yaşadan şəhidlərimizi. Artıq tarixə düşən şəhidlərimizdir. Baxmayaraq ki, tarixə düşüblər, amma hər bir halda o söz düzgün sözdür. Çünki o biri nəsil necə qiymət verəcək şəhidlərimizə o bizə bəlli deyil. Versə də 30% verər, amma mən sizə, valideynlərə, evladlara, necə deyək, əzizlərinə Nicatın
can sağlığı arzulayıram ki, ömrünüz nə qədər uzundur, biz də sizinlə bərabər ictimai birlik olaraq sizin yanınızda olub şəhidimizi, hər bir şəhidimizi, yəni uca məqamda tutaq. Allah yerlərini cənnət eləsin, zaten onların yerləri. Nicat balamızın mövluduna yığılmışıq, işığına yığılmışıq. İbrahim qardaş, sənə səbir diləyirəm, can sağlığı arzulayıram, Məhlukə bacıma səbir diləyirəm. Ağır olsa da, amma şərəflidir. Həzrət Əli də şəhidlər atasıdır. Xanım Fatimə şəhidlər anasıdır. Nə deyim, qurban olum Allaha, bizim balalarımıza Allah Taala bu yolu yazıb. Bizim üçün fəxirdir, qürurdur, şərəfdir. Allah Taala balalarımızı İmam Hüseyndən ayırmasın. İnşallah bizlərə də şəfaətçi qərar versin. Allah Taala bütün şəhid ailələrinə, atalarına, analarına səbir versin, dözüm versin. Cənnətlə mükafatımızı verər, yəqin ki, inşallah. Mən də hər kəsi salamlayıram. Allah şəhidlərimizə rəhmət eləsin. Mən də antiterror şəhidi Sadıqov Nemanın anasıyam. İbrahim qardaş, Allah sənə səbir versin. Məhlukə bacı, Allah sənə səbir versin. Nicat balamızın ocağına yığışmışıq. Cənnətdə dəyişməyən yoludur, mübarək olsun. Gözəl balam. Hamımıza canım qurban. Qardaşım, oğlum, Allah sənə səbir versin. Sizi qorusun. Ata olsun, ana olsun, həmişə yanında olasınız. Allah rəhmət eləsin cəmi şəhidlərimizə. Allah biz atalara, analara da səbir versin, dözüm versin. Düzdür. O, məsələn, indi o İbrahim qardaş, Məhlukə bacı, analar bilir ki, biz o evdə nələr çəkirik. Allah hamımıza səbir. Düzdür, mən həmişə özümə söz verirəm ki, ağlamayacağım. Ancaq mən özümü toparlaya bilmirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Səbir, dözüm versin. Hər bir kəsi. Bugün biz 19 yaşlı, mən belə deyərdim, nicatımızın ziyarətgahındayıq. Cənnətdə dəyişməyən mövlududur. Biz, Gülnaz bacı dedi, biz keçən gün bura gələndə anamızın təsadüfən ad gününə gəldik və bunu vurğuladı ki, bizi bura nicat göndərdi. Anamızı təbrik üçün. 19 ilə qədər İbrahim kişi Qızlağaca çıxanda deyirdilər ki, İbrahim kişi nicat məktəbi qutardı, nicat əskər getdi. Yəni nicatı İbrahim kişiyə görə tanıyırdılar, balaca nicatı. Amma nicat elə bir iz qoydu, elə bir tarix yazdı ki, bugün İbrahim kişi, Məhlukə ana Azərbaycanın hansı bölgəsinə gedirlərsə, birinci növbədə boyunlarındakı, sinələrindəki şəkillə tanınırlar ki, nicat şəhidimizin ata-anası gəldi. İbrahim atan, Məhlukə ana, sizə Allahdan səbir diləyirəm. Yəni siz nə qədər yaşayacaqsınızsa yaşadacaqsınız. Bugün bizim günbəzlərimizin sayı çoxalıb, ziyarətgahlarımızın sayı çoxalıb. Çünki imamlarımızın davamçılarıdır bunlar. Allah ruhları şad etsin. Onsuz da məkanları cənnətdir, məkanları gözəldir, güllü çiçəklidir. Çalışaq unutmayaq. Burada bax bizim analarımız var, Sadiqimizin, Davudumuzun, Sabirimizin, Neymanımızın, Ülvimizin anası. Hər birinin ruhları şad olsun. Elgün müəllim, sizə də öz təşəkkürümü bildirirəm. Çəkirsiniz, paylaşırsınız və gələ bilməyən analar var ki, bəziləri dedi ki, bizim adımızdan başsağlığı verərsiniz. Müəyyən işlər olduğuna görə onların da qəlbi buradadır. Allah onlara da səbir versin inşallah. Xəstələrimizə şəfa versin inşallah. Salamlayıram. İbrahim qardaş, Allah sizə səbir versin, Məhlukə bacı, Allah sizə səbir versin. Mən də antiterror şəhidi Davud Bayramovun anasıyam. Biz hər birimiz eyni dərdliyik, eyni yolu yürüyürük. Allah hər birimizə güc qüvvə versin ki, biz bu adı şərəflə daşımağı gücümüz çatsın. Çox sağ olun qardaş, siz də Allah razı olsun. Sağ olun, var olun. Allah hər birinizə kömək olsun. Balamızın mövlud günüdür. Cənnətdə dəyişməyən mövludu mübarək olsun. Allah İbrahim qardaşıma, Məhlukə bacıma səbir versin. Allah cəmi şəhid ailələrinə səbir versin. Bu günlər çox ağırdır. Uşaqlarımızın il dönümü, anım günləri gələndə biraz da həyəcanlanırıq, biraz da o günlər necə keçir bizim üçün onu özümüz bilirik də, yəni şəhid ailələri bilir bunu.
Nizat balamızın ruhu şad olsun, məqamı uca olsun. Nizat balamızın timsalında bütün şəhidlərimizin ruhu şad olsun. Valla bu uşaqlar 30 illik həsrətə son qoydular. 30 ildir tapdaq altında olan torpaqlarımızı bu ücüd balalar tapdaqdan qutardı. Yəni biz hər birimiz onlara borcluyuq. Hər birimiz olan qarşısında, ana da olsuq, biz də olan qarşısında baş əyirik. Nizat balamızın timsalında bütün şəhidlərimizin ruhu şad olsun. Məqamları ucadan ucal olsun. Allah ailəsinə səbir versin, atasına, anasına. Yəni biz bacı qardaş olmuşuq bir-birimizə. Valla əzizlərimizdən əziz olmuşuq bir-birimizə. Bacı qardaş bilmirik. Yəni biz şəhid ailələri bir-birinə çox əziz olmuşuq. Allah hər birimizə səbir versin. Balalarımızın da ruhu şad olsun, məqamı uca olsun. Nizat balamızın da cənnətdə dəyişməyən mövludu mübarək olsun. Ulan qarşısında baş əyirik bir daha. Siz də çox sağ olun Elgün müəllim. Çəkirsiniz, paylaşırsınız. Sizdən də Allah razı olsun. Çox sağ olun, var olun. Hamımıza təşəkkür edirəm. Bütün şəhid analarına, şəhid atalarına. Bizi bugünkü gündə tək qoyun. Qonaqlarıma da xoş gəldiniz. Hamımıza təşəkkür edirəm. Borcumuz. Ona görə deyirəm, şəhidə Allah rəhmət eləsin deyəndə Mənim xoşum gəlmir. Həqiqətən də bir ana kimi mənim xətrimə dəyir ki, o deyirlər Allah rəhmət eləsin. Amma onu bilsinlər ki, şəhidlər əbədi yaşayandır. Hər iki dünyanın əbədi yaşayan şəhidləridir. Mən bir də vurğulayım ki, burada deyəndə ki, Firuzə bacım 25 yaşında toy edəcəydin. Ata və qardaşı dönüb ağladılar. Sizin o gizlin göz yaşınıza qurban. Çünki mən çox şəhid atalarını gizlin belə ağlayan görmüşəm. Analar daş məzara sarılırsa, atalar hər zaman gizlin içlərinə axıdır bu göz yaşları. Qürurlu göz yaşıdır, bəli, gözünüz yoldadır. Amma bilin ki, vallahi cənnətdən sizi görür, ruhları şaddır. Hər zaman, bəli, bizim anamız vurğulayır ki, şəhidlərə rəhmət deyəndə acıq gəlir. Bəli, şəhidlər sağdır, şəhidlər ruhən bizi görür və hər zaman bunu deyir, şəhidlərə salam olsun və şəhidlərin ruhlarına xatir Allah qazilərimizə, veteranlarımıza, şəhidlərin şahidlərinə can sağlığı versin ki, onlar bizim yaşayan tariximizdir. O tarixi biz bunların bir içim sularını, bir tikə çörəkləri necə böldülərsə, son sözləri nə oldusa, onlar bizi aşlayır. Ona görə də Allah onlara can sağlığı versə və analarımıza Allah, atalarımıza Allah bol səbir versin ki, yaşada bilsinlər. O gücü versin inşallah. Bir də ki, o düzdədir Firuzə bacı. O toy yeri mənim ən yaralı yerimdir. Çünki mən balamın toyuna hazırlaşırdım. Atasına o dedi ki, ata 19'u gələrəm, gedib şadlıq evin tanışarıq. Atası dedi, sən gəlincə bala, mən gedim danışım. Dedi, yox ata, qoy mən gəlim sonra. 19'u günü mənim balam şəhid oldu. O toy yeri mənim ən yaralı yerimdir. Allah hamını balası xoşbəxt eləsin. Bir dəfə toy elədilər, ancaq mən balama toy eləyə bilmədim. Mən balama o toy qismət olmadı, nəsib olmadı. O mən ən yaralı yerimdir. Ata ağlayır, mən özümü burada narahat istəyirəm. Allah hamını balasını xoşbəxt eləsin. Bütün atalar, analara səbir dözüm versin. Amin, amin. Allah köməyiniz olsun. Allah cəmi şəhid balalarımızın məkanını cənnət eləsin. Valla çətindir. Oxlanıb qalıb çəlimizdə. Ne deyə bilərik ki? Allah qazilərimizə can sağlığı versin, şəfa versin, veteranlarımıza can sağlığı versin. Ne deyək? Bir də Allah yenə edirəm, Allah cəmi şəhid balalarımızın ruhu şad eləsin. Allah bizləri onlarla görüşdürməyə nəsib eləsin. Sağ ol, var ol. Sizə Allah canını sağ eləsin, Elgün müəllim. Var olun. Allah razı olsun. Bayraqlarımız dalğalansın. Göy üzündə dalğalanan hilalınla.
bayrağınla nə gözəlsən Azərbaycan. Övladına xoş gün verən haramınla, növrağınla nə gözəlsən Azərbaycan. Neçə qəhrəmanı xanı olan, səhərində al şəfəqi danı olan, hər daşında şəhidimin qanı olan torpağınla nə gözəlsən Azərbaycan. Yeryüzünə nur çiləyən sərvətinlə, günü-gündən zirvələnən şöhrətinlə, təmizlənmiş namusunla, qeyrətinlə, papağınla nə gözəlsən Azərbaycan. Ayel oğlu dik dayanan qəddinlə, vətən adlı, torpaq adlı bir səs dinlə, sinəsini sipər edən igidinlə, yarağınla nə gözəlsən Azərbaycan. Hər daşında şəhidimin qanı olan torpağınla nə gözəlsən. Onların valideynləri var olsunlar, onların əllərindən öpürük. Ömrümüz boyda onlara minnətdarım. Allah bütün şəhidlərə rəhmət eləsin. Cənnətdə mövlud günü mübarək olsun İzzət bala. Həmşərim İbrahim, Allah sizə səbir versin. İnşallah oğlunun toyunda iştirak eləmişik. O gün olsun, olsa oğlunun toyunda iştirak eləyik. Bütün şəhid atalarının qarşısında baş əyirik, valideynlərin qarşısında baş əyirik. Bundan sonra bütün şəhid ailələrində, hərəklərində həmişə xeyir işi olsun inşallah. Biz də gələ iştirak eləyək. Allah bayrağımızı qorusun. Həmişə demişəm, yəni günlər orada xidmət edən balalarımız var. Allah onları qorusun. Bundan sonra ancaq toy, nişan, xeyir olsun. Yəni Allah valideynlərə səbir versin. Qarşınızda baş əyirik hər birisi. Sağ olun. Bugün Nağıyev Nizad İbrahim oğlunun doğum günüdür və demək böyük 44 günlük müharibədə iştirak edənlərin biri də Nizad oldu. İlk dəfə 44 günlük müharibəyə gedənlərdən biri, könüllü gedənlərdən biri də Nizad olub və 44 günlük müharibədə uzun yol keçmiş və rayonların işğal altında olan rayonların alınmasında böyük şücaət göstərmiş, qəhrəmanlıq göstərmiş, böyük döyüş yol keçmişdir. Bu rayonların alınmasında bütün şəhidlər kimi şəhidimiz Nizad da torpağın alınmasında qəhrəmanlıq göstərmiş, yüksək şəhidlik zirvəsini satmışdır. Allah bütün şəhidlərimizi rəhmət eləsin, o cümlədən Nizad da şəhidlik zirvəsinə satmaq hər insanın işi deyil və hər insan da şəhidlik zirvəsində öz qəhrəmanlığın bütün şəhidlərimiz göstərmiş bütün qəhrəmanlığı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, torpaqlarımızı, işğal altında olan torpaqlarımızı hamısı azad eləmişdilər və 44 günlük müharibədə şəhidlik zirvəsinə satmışdılar. Allah o dünyaları versin, ruhları şad olsun, məkanları. Nağıyev məktəbimizdə nizamlı imtahanımızın şagirdlərdən biri olmuşdur. O cümlədən kəndimizin şəhididir, bizim fəxrimizdir, biz onunla fəxr edirik. Doğrudan da şəhidlik ən böyük zirvədir, Nizad da o zirvəyə ucaldı. Allah onun valideynlərinə səbir versin. Nizad Nağıyev bizim, yenə deyirəm, fəxrimizdir. Hər bir şagirdin fəxri olan kimi bizim də fəxrimizdir. Bu ağrıdır, yoxsa nədir? Ayaqlarım titrəsir, soyuq nəfəsimi kəsir, ata gəlib məni apar. Qarın altı soyuq məkan məzar, buradan yaxşı inan, anam qalmasın nigaran, ata gəlib məni apar. Uca dağdır, Murav dağı, erməndir, solu sağı, sal məni buradan aşağı, ata gəlib məni apar. Qoy vətən olsun salamat, mən şəhidəm, yerim rahat, adım kimi tapdım Nizad, ata gəlib məni apar. Döyüş mübarizəm seyid kimi, dövüşmüşəm igid kimi, kəndimizə şəhid kimi, ata gəlib məni apar. Nizad sönməz ulduzdur, adı bizə bir qürurdur, biz deyirik bir ahla, Nizad bizim qəhrəman.